Çox hörmətli nazir, Məcnun müəllim və kollektivi, media işçiləri, hər kəsi salamlayıram. Və ilk növbədə cəmiyyətimizi həmişə narahat edən aktual məsələləri, o cümlədən dövlət siyasətini daima işıqlandırmaqda, qanunvericilik orqanının fəaliyyətini həmişə yüksək səviyyədə təmsil olunmasına şərait yaratdığı üçün xanım sədrə, Sabir xanım Qafarovaya həm komitəmiz adından, həm də öz adımdan xüsusi təşəkkür edirəm. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycanın kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramı ölkəmizin gələcək iqtisadi inkişafını müəyyən edən mühüm dövlət sənətidir. Və çox əla təqdimata görə də nazirliyə və əməkdaşlarına öz təşəkkürümü bildirirəm bu arada. Proqram ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ixrac potensialının artırılması və müasir texnologiyaların tətbiqi istiqamətlərinin vahid inkişaf konsepsiyasını öz ətrafında birləşdirir. Müasir dünyanın iqtisadi reallıqları göstərir ki, aqrar sektor dövlətlərin dayanıqlı inkişafının əsas sütunlarından biridir. Son illərdə qlobal ərzaq bazarlarında müşahidə olunan qiymət dəyişikliyi, iqlim amillərinin təsiri, logistik zəncirlərdə yaranan çətinliklər və geosiyasi proseslər kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırmışdır. Bu səbəbdən aqrar siyasət iqtisadiyyatın ayrıca bir istiqaməti olmaqla yanaşı, milli təhlükəsizlik sisteminin vacib komponentlərindən biri kimi çıxış edir. Nobel mükafatı laureatı Theodor Schultz yazırdı ki, kənd təsərrüfatında inkişafın əsas mənbəyi torpaq ehtiyatlarının həzmi yox, insan kapitalı, bilik və texnologiyalardır. Bu fikir 20-ci əsrin aqrar inkişaf modelinin ən dəqiq ifadə edən elmi yanaşmalardan biridir. Bu gün dövlətlərin uğuru torpaqların genişliyi ilə ölçülmür. Əsas göstərici həmin torpaqlardan əldə olunan məhsuldarlıq, yaradılan əlavə dəyər və formalaşdırılan ixrac potensialıdır. Azərbaycan təxminən 4,8 milyon hektar kənd təsərrüfatına yararlı torpaq fonduna malikdir. Bu göstərici bir çox Avropa ölkələrinin imkanlarını üstələyir. Qarşıda duran əsas vəzifə həmin torpaqların iqtisadi səmərəliliyini artırmaq, elmi yenilikləri istehsalata tətbiq etmək, məhsuldarlığın yeni mərhələsinə nail olmaqdan ibarətdir. Bu məsələyə beynəlxalq təcrübə fonunda baxmaqla biz bir çox maraqlı müşahidələr etmiş olarıq. Məsələn, Hollandiya ərazi baxımından Azərbaycanın təxminən yarısı qədərdir. Buna baxmayaraq uzun illərdir dünyanın ən böyük kənd təsərrüfatı məhsulları ixracatçıları sırasında yer alır. Uğurun əsas səbəbi aqrar elmin inkişafı, innovativ istixana sistemləri, rəqəmsal texnologiyalar və emal sənayesinin yüksək səviyyədə təşkilidir. Heç şübhəsiz ki, milli rəqabət üstünlüyü resursların mövcudluğundan daha çox onların səmərəli istifadə olunmasının əsas nəticəsidir. Bu yanaşma Azərbaycan üçün xüsusi aktuallıq kəsb edir. Qarşıdakı illərdə əsas hədəf torpaq və su resurslarından səmərəli istifadə etməkdir. Bu kontekstdə dövlət proqramının mühüm istiqamətlərindən biri kənd təsərrüfatının intensiv inkişaf modelinə keçididir. Aqrar istehsalatda rəqəmsal texnologiyaların tətbiqi, ağıllı suvarma sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluq fəaliyyətinin inkişafı, elmi tədqiqatların istehsala inteqrasiyası məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amildir. Bunu unutmaq olmaz. İsrail təcrübəsi bu baxımdan yerinə düşər qeyd etsək. Ölkə ərazisinin böyük hissəsinin quraq və yarım səhra zonalar təşkil etsə də, damcı suvarma texnologiyaların tətbiqi nəticəsində dünyanın ən məhsuldar aqrar sistemlərindən biri kimi formalaşmışdır. Aqrar inkişafın mühüm istiqamətlərindən də biri məhsulun emal səviyyəsinin yüksəldilməsidir. Burada da dünya təcrübəsinə baxsaq görərik ki, yüksək gəlir mənbəyi xammal istehsalından daha çox emal sənayesində formalaşır. Meyvə, tərəvəz, süd, ət məhsullarının
emal olunaraq bazara çıxarılması əlavə dəyərin artmasına, yeni iş yerlərin yaranmasına, ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Bu arada bir də Nobel mükafatçısı Joseph Stiglitz'in ölkələrin rifah səviyyəsini yaradan əlavə dəyərin həcmi ilə əlaqəsini xüsusi vurğulamaq lazımdır. Məhz bu baxımdan dövlət proqramında emal müəssisələrinin inkişafına xüsusi diqqət ayrılması xüsusi əhəmiyyət daşıyır. Proqramın diqqət mərkəzində olan istiqamətlərindən biri, burada da bayaq hörmətli nazirimiz xüsusi söylədi, balıqçılıq və akvakultura sektorudur. Dünya iqtisadiyyatında akvakultura son 10 illiklərin ən sürətlə inkişaf edən sahələrindən biri hesab olunur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsasən, qlobal balıq məhsullarının istehsalında akvakulturanın payı davamlı şəkildə artır. Bəzi statistik məlumatlara görə hələ bir çox ölkələrdə 50% də keçir. Bu sahədə də bir misal göstərsək, biz Norveç misalını göstərə bilərik ki, burada tətbiq olunan biotexnologiyalar, müasir yetişdirmə sistemləri, emal sənayesinin inkişafı hesabına Norveç dünya balıq ixracatında artıq lider mövqələrindən birini özündə saxlayır. Azərbaycanın Xəzər dənizinə çıxışı, zəngin su ehtiyatları, su anbarları, əlverişli təbii şəraiti, balıqçılıq və akvakultura sahəsində geniş imkanlar yaradılır və dövlət proqramında nəzərdə tutulan tədbirlər bu potensialın iqtisadi nəticələrə çevrilməsinə, yeni istehsal sahələrinin formalaşmasına, ixrac imkanlarının genişlənməsinə xidmət edir. Müasir dövrün əsas çağırışlarından biri də olan hamımızın artıq dünyanın qəbul etdiyi iqlim dəyişiklikləridir. Su ehtiyatlarının idarə olunması, torpaq münbitliyinin qorunması, ekoloji tarazlığın saxlanılması və yaşıl texnologiyaların tətbiqi aqrar siyasətin mühüm istiqamətləri arasında mühüm yer tutur. Bu baxımdan proqram dayanıqlı inkişaf prinsipləri, ekoloji məsuliyyət və resurslardan səmrəli istifadəli yanaşmanı özündə ehtiva edir. Danılmaz faktordur ki, 21-ci əsrdə dövlətlərin sabitliyi ərzaq təhlükəsizliyi ilə birbaşa bağlıdır. Həqiqətən də güclü iqtisadiyyatı, etibarlı ərzaq sistemi, yüksək məhsuldarlıq, rəqabət qabiliyyətli istehsal və dayanıqlı kənd təsərrüfatı formalaşdırmaq bu kimi problemləri aradan qaldırmağa yardımcı olacaqdır. Məhz buna görə də 2026-30-cu illəri əhatə edən dövlət proqramı Azərbaycan iqtisadiyyatının gələcək inkişafı istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənədlərdən biri kimi qiymətləndirilməlidir. Proqram ölkənin aqrar potensialının daha səmrəli reallaşdırılmasına, regionların iqtisadi fəallığının yüksəlməsinə, yeni iş yerlərin yaradılmasına, eyni zamanda ixrac imkanlarının genişləndirilməsinə və ərzaq təhlükəsizliyinə öz töhfəsini verəcəkdir. Əminliklə söyləmək olar ki, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan yaxın illərdə yüksək məhsuldarlığa əsaslanan innovativ texnologiyalar tətbiq edən, güclü emal sənayesinə malik, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə malik bir aqrar iqtisadiyyat formalaşdıracaqdır və biz də qanunverici orqan olaraq bu prosesdə daima öz köməyimizi göstərməyə hazırıq. Diqqətinizə görə çox sağ olun, təşəkkür ederim.